Məncə, bugündən etibarən Azərbaycan Türk Respublikasının və yaxud Türk-Azərbaycan Respublikasının həyatında yeni də yüksək mərhələ başlayır. Parlament həyatı, qalib gəlmək, 32 milyonluq Azərbaycan xalqını öz ətrafında birləşdirmək, Latin əlifbasına keçmək, bütün milli satqınları hamısını məhşər ayağına çəkmək, Moskvaya soxulmuş, Rus xalqının boynunda əngəl kələf olan nadürüstləri ifşa eləmək, rüsva eləmək bizim birinci dərəcəli işimizdir və bununla iş bitmir. Azərbaycanın yeni yüksəliş mərhələsini biz əlimizdə saxlamalıyıq. Rədd olsun milli satqınlar, rədd olsun Moskva qabağında, Kreml qabağında boşqab gibi yalayan siyasi ədəbi nökərlər. Onların hamısının cəngəyinə minlərlə. Bizimlədir. Biz bilirik ki, Komünist Partiyasının da içərisində milli qüvvələr var. Hamısının üstündən birdən-birə qələm çəkmək olmaz. Vaxtilə bu partiyanın içərisində Nəriman Nərimanov yetişib, Şəli Qurbanov yetişib. Biz o qüvvələrin davamçılarını öz ətrafımızda, parlamentimizdə birləşdirməliyik. İndi Azərbaycan fikir baharı içində yaşayır. İndi Azərbaycanda Azərbaycan qəzdi, azadlıq qəzdi, aydınlıq qəzdi, ədalət qəzdi, Humay qəzdi, Qarabağ, Səs, Tərəqqi qəzetləri, jurnallar meydana gəlir.